Cəmiyyətin işığı Azərbaycanın şimal-şərqində min illərin sirlərini, qədim adət-ənənələri və əcdadların hikmətini özündə cəmləşdirən Qızılkənd adlı bir yer var idi. Bu kəndin dar daşlı küçələri, əski divarları, yosunla örtülmüş qapıları və hər küncündə öz hekayəsini danışan qoca ağacları sanki keçmişlə gələcəyin birləşdiyi mistik bir aləmi xatırladırdı. Hər səhər günəşin ilk şüaları kəndin üzərinə nazlıca düşər, axşam isə ulduzların səması sanki min illərin nağıllarını və insanların qəlbində gizlənmiş dərin arzuları ortaya çıxarardı. Kəndin sakinləri nəsildən nəsilə ötürülən dəyərlərə, əcdadların öyrətdiyi hikmətə və cəmiyyətin birliyinə inanan, həm xoşbəxt, həm də çətin günləri birlikdə yaşayan insanlar idilər. Onların həyatı hər kəsin öz içindəki səmimi arzular, ümidlər və kədərlərlə zəngin olan böyük bir insanlıq dastanına bənzəyirdi. Bu cəmiyyətin ən hörmətli üzvlərindən biri olan Hacı Məcid bəy bütün kəndin ruhunu və birliyini təcəssüm etdirirdi. O, həyatın acı şirin anlarını yaşamış, Tolstoyun romanlarında canlanan qəhrəmanların kimi hər kəsə nümunə olmuş, öz səmimi sözləri və dərin düşüncələri ilə insanların qəlbində iz buraxmışdı. Hacı Məcid bəy tez-tez kənd meydanında toplanan insanlara müraciət edər: "Ey əziz insanlar, cəmiyyətimizin ən böyük gücü birliyimizdə, sevgi və mərhəmətdə gizlidir. Həyatın çətinlikləri bizi sınağa çəkə bilər, amma əgər biz bir-birimizə dəstək olsaq, heç bir çətinlik bizim yolumuzu kəsə bilməz", deyərdi. O, atalarının və əcdadların öyrətdiyi dəyərləri yad edərək, cəmiyyətin hər bir üzvünə öz içindəki işığı tapmağı, onu paylaşmağı öyrədir. Beləliklə, insanların həyatında əbədi bir ümid işığı yandırmağa çalışırdı. Kəndin gənclərindən biri olan Tural, Hacı Məcid bəydən aldığı ilham və təcrübə ilə öz həyatında və cəmiyyətində inqilabi dəyişikliklər yaratmaq arzusunu daşıyırdı. Tural həm ağıllı, həm də idealist bir gənc idi. Onun gözlərində həm gələcəyin parıltısı, həm də keçmişin ağırlığı, hər şey bir araya gəlmiş kimi idi. O, kəndin dar küçələrində gəzərkən, qoca ağacların altında oturarkən, bizim cəmiyyətimiz yalnız maddi zənginliklərlə ölçülmür, əsl zənginlik, insanın qəlbində daşıdığı ümid, sevgi və mərhəmət dəyərlərindədir, deyə düşünürdü. Bir gün kəndin cəmiyyətində böyük bir sınaq başladı. Yerli hökumət tərəfindən kəndin inkişafı və modernləşdirilməsi üçün yeni layihələr elan edildi. Bu layihələr kəndin gələcəyini müəyyən edəcək, əhalinin həyatını dəyişdirəcək və cəmiyyətin birliyini daha da gücləndirəcəkdi. Lakin bəziləri bu dəyişikliklərdən narahat olur, köhnə adət-ənənələri, əcdadların öyrətdiyi dəyərlərin unudulmasından qorxurdular. Kəndin yaşlıları, bizim əsl varlığımız, atalarımızın öyrətdiyi dəyərlərdə, cəmiyyətimizin birliyindədir. Modernləşmə yalnız texnologiya və infrastruktur demək deyil, o, eyni zamanda insanın qəlbindəki səmimi sevgi və mərhəməti qorumaq deməkdir, deyərək insanları oyandırmağa çalışırdılar. Tural bu dəyişikliyə həm dəstək vermək, həm də cəmiyyətin ənənələrini və mədəni irsini qoruyub saxlamaq üçün böyük bir layihə hazırlamağa başladı. O, kəndin hər küncündə yaşayan insanlarla görüşür, onların həyat hekayələrini, ümidlərini və arzularını dinləyirdi. Hər bir insanın, istər qoca, istər gənc, istərsə də uşaq, hər kəsin öz hekayəsi vardı. Tural bu hekayələri topladıqca kəndin bütün varlığını, keçmişin dəyərlərini və gələcəyin ümidini bir araya gətirərək Cəmiyyətin İşığı adlanan böyük bir sənədli layihə hazırladı. Layihədə kəndin ənənəvi həyat tərzi, qədim nağılları, əcdadların öyrətdiyi dəyərlər, insanların bir-birinə göstərdiyi mərhəmət və sevgi ilə yanaşı modern inkişafın gətirdiyi dəyişikliklər və yeni ümidlər də əks olunurdu. Tural bu layihəni təqdim edərkən bizim cəmiyyətimiz yalnız tikilmiş binalardan, modern infrastrukturdan ibarət deyil. Əsl cəmiyyət insanların qəlbində daşıdıqları səmimi dəyərlər, sevgi və inamdır. Hər birinizin içində parlayan o işıq bizim ən böyük sərvətimizdir. Biz bu işığı qoruyub saxlasaq, gələcəyimiz parlaq olacaq, deyərək kəndin hər bir sakininə böyük bir ümid bəxş etdi. Layihə təqdimatının günü kənd meydanında böyük bir yığıncaq təşkil olundu. Kəndin hər kəsi, yaşlılar, gənclər, qadınlar və kişilər toplaşıb Turalın təqdim etdiyi Cəmiyyətin İşığı layihəsini dinlədilər. Hər kəs Turalın səmimi və dərin sözlərində kəndin uzun illərin təcrübəsi və əcdadların hikmətini hiss etdi. Hətta o gün Hacı Məcid bəyin gözlərində həm fəxr, həm də sevinc parıldayırdı. O, Turalın cəmiyyətə və gələcəyə verdiyi ümidə baxaraq, "Əziz oğlum, sən bizim ən böyük sərvətimizi, qəlbindəki işığı, bütün kəndə yaydın. Bu işıq hər zaman cəmiyyətimizin vətənpərvərlik, sevgi və mərhəmət kimi əbədi dəyərləri ilə yaşamağa davam edəcək", deyə səs gətirdi. Bu uğurdan sonra Cəmiyyətin İşığı layihəsi kəndin həyatında bir dönüş nöqtəsi oldu.
İnsanlar öz hekayələrinin, arzularını və ümidlərini paylaşmağa daha çox vaxt ayırmağa başladılar. Gənclər Turalın rəhbərliyi ilə kəndin tarixi və mədəni irsini qoruyub saxlamaq, eyni zamanda modern inkişafın gətirdiyi yeni imkanlardan yararlanmaq üçün müxtəlif layihələr hazırladılar. Kənddəki hər bir insan öz qəlbində daşıdığı işığı taparaq bir-birinə dəstək oldu və bu birlik cəmiyyətin sarsılmaz gücünə çevrildi. Kəndin ənənəvi bayramları, toplanan xatirələr və ulduzlu gecələr zamanı keçirilən söhbətlər hər kəsin qəlbindəki işığı daha da parlaq etdi. İnsanlar qarlı, soyuq qış günlərində belə içlərindəki isti işığı itirmədən sevgi və mərhəmətlə bir araya gəlib, keçmişin dəyərlərini yad edərək gələcəyin ümidini qurmağa davam etdilər. Hər axşam meydanda toplanan insanlar Hacı Məcid bəydən eşitdikləri kimi bizim cəmiyyətimizin gücü yalnız tikilən binalardan, yol və körpülərdən ibarət deyil, o, hər kəsin qəlbində bir-birinə olan səmimi sevgidə, mərhəmətdə və inamda gizlidir, deyə söz açırdılar. Turalın və kəndin uğurları həm yerli, həm də regional səviyyədə böyük təriflər aldı. Kəndin inkişafı, həm mədəni irsinin qorunması, həm də modern layihələrin həyata keçirilməsi bütün ərazilərdə misal götürülməyə başladı. Cəmiyyətin İşığı adlı layihə yalnız Qızılkəndin deyil, ətraf rayonların da birləşməsi və gələcək nəsillərə örnək olması üçün bir simvol halına gəldi. İnsanlar öz içlərindəki səmimi işığı taparaq bütün çətinlikləri sevgi və mərhəmətlə aşmağın əhəmiyyətini dərindən mənimsədilər. Beləliklə, Cəmiyyətin İşığı adlı bu dastan Tolstoyun epik təsvirlərinə bənzər şəkildə insanların qəlbindəki dərin sevgi, mərhəmət və inamın necə böyük bir gücə çevrildiyini, cəmiyyətin birliyində necə əbədi ümid işığının yanıb sönmədiyini bizə göstərdi. Azərbaycan torpaqlarının zəngin mədəni irsi və kəndin uzun illərin təcrübəsi ilə yoğrulmuş ənənələri hər kəsin qəlbində parlayan o işıq kimi nəsildən nəsilə ötürüldü. Kənd Qızıl Qalaya artıq təkcə bir coğrafi məkan deyildi, o, insanların qəlbində yaşayan sevgi, mərhəmət, dürüstlük və səmimi ümidin əbədi simvolu idi. Hər kəs həyatın hər anında keçmişin ağır izlərini və gələcəyin parlaq ümidini hiss edərək öz içindəki işığı tapdı və onu paylaşdı. Cəmiyyətin gücü yalnız maddi varlıqlarda deyil, insanın qəlbində daşıdığı səmimi və dürüst dəyərlərdə idi. Bu hekayə Tolstoyun geniş və dərin təsvir etdiyi kimi insanların öz içindəki gücü, cəmiyyətin birliyi və əbədi ümidin səmimi işığını ortaya qoydu. Hər kəs biz birlikdə sevgi və mərhəmətlə həyatın çətinliklərini aşırıq edən öz qəlbindəki işığı parıldatdı və bu işıq bütün cəmiyyətə, gələcək nəsillərə örnək oldu. Beləliklə, Cəmiyyətin İşığı dastanın Azərbaycanın qədim torpaqlarının zəngin mədəni irsini, kəndlərin ənənələrini və insanların qəlbində yaşayan dərin sevgi və ümidin səmimi işığını birləşdirərək, nəsildən nəsilə ötürüləcək böyük bir hekayə kimi gələcəyin hər səhərində parıldamağa davam etdi.